Gərəksiz deyilən həmin orqan xərçənglə mübarizə aparırmış. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Timus vəzi döş qəfəsinin arxasında yerləşən çəngələ bənzər vəzi uşaqlarda həddi buluq dövrünədək 15 yaşınadək inkişaf edir. Yeni doğulmuş uşaqda çəkisi 10-15 qram olur. Həddi buluq dövründə çəkisi 35-40 qrama çatır. Bu dövrdən sonra yavaş-yavaş reduksiya etməyə başlayır. Payıcıqların həcmi kiçilir. Parenxim azalır və pi toxuması ilə əvəz olunur. 25 yaşında çəngələ bənzər vəznin çəkisi 25 qrama düşür. 60 yaşında 15 qrama, 70 yaşında 6 qrama bərabər olur. Qocalanda çəngələ bənzər vəzi bir parça pi toxumasından başqa bir şey deyildir. Bunun daxilində parenximdən yalnız xırda qalıqlara təsadüf edilir. Timus vəzi immunitetin qaynağı hesab olunur. Bədənin müdafiə gücünün əsas iştirakçısıdır. Dalaq, limfa düyünləri, limfa toxunması, sümük iliyi, badamcıqlar, kor bağırsaq və nazik bağırsağın bir hissəsi ilə birlikdə çalışaraq immuniteti artırır. Timus vəzin funksiyaları hələ tam olaraq bilinməməklə birlikdə vəzin sintez etdiyi limfositlərin bədəndə xəstəliklərə qarşı müdafiə faktoru olduğu sübut edilmişdir. Belə ki, timusin sintez etdiyi timosin hormonu qan dövranına bir dəfə boşalır və ömür boyu immuniteti yaradır. Dalağın işini sürətləndirib, limfa sisteminin kifayət qədər limfosit sintez etməsinə şərait yaradır. Körpə anadan olandan sonra çəngələ bənzər vəzi öz vəzifəsini ifa etməyə başlayır və cinsiyyət vəzləri yetişdikdə vəzifəsindən qalır. Çünki onlar bu vəzifəni antagonist üzvlər kimi tormozlayır. Bu vəzi turşuların əmələ gəlməsinə mane olur və artıq miqdarda əmələ gələn turşuları neytrallaşdırır. Sümüklərdə kalsium duzlarının çökməsini və boyatma prosesini tənzim edir. Bəzən böyüklərdə çəngələ bənzər vəzi inkişafdan qalır. Belə halda vücudda limfa sistemi çox inkişaf etmiş olur. Cinsiyyət üzvlərinin hipoplaziyası meydana çıxır və vücudun psixi müqaviməti azalır. Belə ki, uşaqlarda yanlış olaraq qoyulan timomegalaya diaqnozu əslində uşaq üçün fizioloji haldır, heç bir müalicə tələb etmir və eyni zamanda yanlış edilən müalicə nəticəsində timus vəzin funksiyası zəifləyir və bu cürə vacib funksiyalarını zəif icra etməyə və daha pis nəticələrə gətirib çıxara bilər. Alimlər uzun illərdir böyüklərdə funksiyasını böyük ölçüdə itirdiyi düşünülən timus vəzinin əslində immun sistemini dəstəkləyərək xərçənglə mübarizədə və ürək sağlığında mühüm rol oynadığını sübut ediblər. Mass General Brigham tədqiqatçılar tərəfindən aparılan və süni intellekt algoritmləri ilə dəstəklənən iki ayrı araşdırma döş qəfəsinin yuxarı hissəsində yerləşən bu orqanın yetkinlik dövründə də vacib funksiyalara malik olduğunu sübut ediblər. Ənənəvi tibb təlimi timus vəzisinin yeniyetməlikdən sonra kiçilərək yağ toxumasına çevrildiyini və immun hüceyrəsi istehsalını dayandırdığını müdafiə edirdi. Lakin tədqiqatçılar minlərlə kompüter tomoqrafiyası müayinəsini süni intellektlə analiz edərək bu fikri ciddi şəkildə sarsıtdılar. Professor Hugo Aertsin rəhbərlik etdiyi komanda sübut etdi ki, sağlam və aktiv timus vəzisinə malik böyüklər bu orqanı erkən dövrdə sıradan çıxan şəxslərə nisbətən nəzərə çarpacaq dərəcədə daha uzun yaşayır və onlarda ürək damar xəstəliklərinin tutulma riski xeyli aşağıdır. İmmunoterapiya alan xəstələr araşdırıldıqda timus vəzisi sağlam və aktiv olanların müalicəyə daha güclü cavab verdiyi ortaya çıxıb. Məlumatlara görə aktiv timus quruluşuna malik xərçəng xəstələrində xəstəliyin irəliləmə riski 37%, ölüm riski isə 44% nisbətində azalıb. Bu nəticə T hüceyrələrinin istehsal mərkəzi olan timus vəzisinin xərçənglə mübarizədə strateji rol oynadığını göstərir. Siqaret istifadəsi, piylənmə və xroniki iltihablanma bu orqanın funksiyalarını sürətlə pozur. Balanslı metabolik sağlıq isə timus aktivliyini dəstəkləyir. Mütəxəssislər qocalma saatı kimi xarakterizə edilən timus vəzisinin qorunmasının bədənin həm infeksiyalara, həm də xərçəng və ürək çatışmazlığı kimi ciddi xəstəliklərə qarşı müqavimətini artıra biləcəyini vurğulayırlar. Değerli izleyiciler,
Sağlamlığımızı qorumaq hər birimizin borcudur. Onun üçün də paylaşdığımız bütün videolardan məlumatlanın, faydalanın və ən əsası əməl etməyi və kanala da abunə olaraq videonu bəyənib şərhlərdə fikirlərinizi bildirməyi unutmayın. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Növbəti videolarımızda görüşənədək Allah amanında.